Keçən dəfəki təlimimizi iptal etmək məcburiyyətində qalmışdıq konsultasiyaların çoxluğundan dolayı. Mən də iştirakçılara təşəkkür edirəm. Bugün yenidən bizi dinlədilər və inkişaf etmək üçün, dinləmək üçün buradadırlar. İlkin etapda kiçik özüm haqqında məlumat vermək istəyirəm. Mən Hümayi Nəzərli. Aranızda tanıyanlar varmı, yoxmu bilmirəm. Düstursuz Nitq Psixologiya Mərkəzinin Zabrat filialının icraçı direktoru, baş konsultantı olaraq fəaliyyət göstərirəm və uzun müddətdir ki, inklüziv təhsil sahəsində həm araşdırmalar aparıram, həm fəaliyyət göstərirəm pedaqoq olaraq və xüsusi pedaqoq olaraq çalışıram. Həmçinin də mərkəzdə konsultant olaraq ilkin diaqnostik dəyərləndirmələr həyata keçirirəm. Hansı ki, müxtəlif diaqnozlu olan uşaqlar müraciət edir. Burada xüsusi testlər həyata keçirirəm və konsultasiyanı icra edirik. Bugün isə çox aktual bir mövzuya toxunmuşuq. Hansı ki, bu diqqət əksikliyi və hiperaktivlik pozuntusudur. Aramızda psixoloq olanlar varmı? Mən interaktiv keçməsinin tərəfdarıyam, özümə danışmaq istəmirəm və hər zaman da təlimlərimdə interaktivliyin qorunmasının tərəfdarıyam. Çünki bu universitet mühazirəsi deyil, mən sizə təkcə mövzu tədris etmək istəmirəm, sizlərlə qarşılıqlı olaraq müzakirə həyata keçirək, həmçinin ibtidai sinif müəllimləri varsa, xüsusən fikirlərini eşitmək istəyərəm. Və ilkin etapda başlayaq ki, diqqət əksikliyi və hiperaktiv pozuntusu nədir? Ən əsası məsələ. Deməli, diqqət əksikliyi və hiperaktivlik pozuntusu ən əsası vurğulamaq istədiyim bir nüans var. Məktəblərdə, müəllimlər tərəfindən, bəzən evdə, ailə tərəfindən bu uşaqlar çox dəcəl, məktəbdə çox zaman tərbiyəsiz də adlandırırlar bu uşaqları. Və biz tərəfdarıyıq ki, ilkin etapda biz bu uşaqları düzgün şəkildə müşahidə edək, analiz edək, daha sonra dəyərləndirib qiymətləndirək. Və inklüziv siniflərdə diqqət əksikliyi və hiperaktiv olan uşaqların demək olar ki, sayı çox olur. Normal siniflərdə də olur, təkcə inklüziv siniflərdən söhbət getmir. Amma biz bugün daha çox fokuslanacaq inklüziv metodlara, hansı ki, təkcə inklüziv təhsildə deyil də, normal siniflərdə də tədris zamanı bu metodlardan effektiv istifadə olunsun. Çünki təkcə kiçik yaşlı olan uşaqlarda deyil, böyüklərdə də belə deyil, diqqət əksikliyi və hiperaktivlik müşahidə olunur təbii ki. Burada diqqət əksikliyi olan uşaqlarda dopamin səviyyəsi aşağı olur. Bu zaman bu hormonların aşağı olması da onların diqqətinin daha az fokuslanmasına, impulsiv davranışları idarə etməməyə gətirib çıxarır. Məsələn, biz hər hansı bir davranışımızı idarə edə bilirik. Bizdə frontal lobda proses və beynimizdəki dalğalarda proses normal şəkildədir. Lakin bu uşaqlarda bizlərdən və ya normal, belə deyək, səviyyədə olan dalğalar normal səviyyədə olan uşaqlardan fərqlidir. Onların öyrənmə prosesləri fərqlidir, onların analiz prosesləri fərqlidir. Paralelində impulsiv davranışları idarə edə bilmirlər. Ən əsası, impulsiv davranışları idarə edə bilmədikləri üçün də bu zaman öyrənmə periodu çətinləşir. Ona görə də biz xüsusən bu uşaqlarda fokuslanmalıyıq. Daha çox onların duyğularını anlamağı, biz bəzən onların davranışlarını yanlış qiymətləndiririk. Yanlış qiymətləndirdiyimiz üçün də zaman-zaman çox əsəbləşə bilirik və ya bəzən idarə olunmaz bir hala gəlib çıxır sinif prosesində. Və müəllim həqiqətən də yorulur və bu zaman belə deyək, qiymətləndirmə prosesində də müəyyən çətinliklər yaranır. Və bir çox araşdırmalar zaten aparılıb bu prosesdə, hansı ki, bu zaman onların beynində olan düşüncələrin idarə olunmasıdır, daha çox fokuslanmaqda yaranan çətinliklərdir. Hər biri belə deyək, bu prosesdə çətinlik törədir.
Və gələk sinif prosesinə. Sinifdə nə üçün çətinlik çəkirlər? Məsələn, müəllim deyir ki, lövhəyə baxaraq deyir, çantanızdan dəftərlərinizi çıxarın və çalışma 1-i yazaq filan səhifədə. Diqqət əksikliyi və hiperaktivlik pozuntusu olan bir uşaq sizcə bu zaman nə edər və nəyi etməz? Fikirlər almaq istəyərəm. Səsləri açaq, zəhmət olmasa interaktiv keçsin. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Zəhmət olmasa təqdim edərdiniz? Bəli. Zəhmət olmasa özünüzü təqdim edərdiniz? Tamam. Həm Bakı Dövlət Universitetinin müəllimiyəm, həmçinin İdrak liseyinin. Çox gözəl. Təşəkkür edirəm müəllimə burada olduğunuz üçün, dinlədiyiniz üçün. Xoşdur. Sağ olun əzizim. Deməli, xanım, yəni psixoloq deyiləm və həkim deyiləm ki, həmin o uşağı deyib diaqnozu qoyum. Sadəcə olaraq hiss eləmişəm ki, elə uşaqlar ya gecə anlayanlar, əllərində ya qardaş, ya qoyun, ya hər hansı bir dolu olurlar və çox gec fokuslanırlar. Bir neçə dəfə deyəndən sonra uşaq anlamağa çalışır, ya da ki bir nöqtəyə baxırlar, pəncərəyə baxırlar, divara baxırlar. Mən bu məsələləri təkcə çox tələbələrdə də müşahidə eləmişəm, amma demək olmaz ki, uşaqlar az savadlıdır. Bəlkə də ən gözəl analitik necə təcrübələrə malik olan tələbə və ya şagirdlər də ola bilər. Ola bilsin ki, bir cümlə desinlər, amma həmin o cümlə o qədər dərin mənalı olsun. Amma onu o uşaqdan alana qədər həqiqətən də müəllim əziyyət çəkir. Çox təşəkkür edirəm. Bəli, doğru vurğuluyursunuz. İstər belə deyək, müəllimlərin siz müşahidə edə bilərsiniz, müəllimi o müşahidələr əsasında vurğulaya bilərsiniz. Və bir məsələni vurğulamaq istəyirəm. Hər hansı bir diaqnozun qoyulması periodu çox uzun müddətli bir perioddur. Paralelində bu diaqnoz neuroinkişaf pozuntusu fəsilinə aid olduğu üçün psixiatr tərəfindən təsdiqlənməlidir. Yəni biz gəlib də 3 yaşında olan bir uşağa diqqət əksikliyi və hiperaktivlik pozuntusu deyə bilmərik. Yəni bu diaqnoz 5 yaş və üstü olur, qoyulmalıdır və psixiatr tərəfindən mütləqdir ki, təsdiqlənsin. Yəni psixiatr tərəfindən təsdiq edilməyən bir diaqnozu biz vurğulaya bilmərik. Mən belə konsultasiyalar zamanı verilən əlamətlərə, hansı ki o DSM-5-də qeyd olunur, DSM-5-in qeyd olunan həmin parametrlərə uyğun olaraq dəyərləndirsək belə, mən bir psixiatrik baxışın tərəfdarıyam və diaqnoz psixiatrın baxışından sonra tam təsdiqlənir və biz həmin təsdiqdən sonra paralelində terapiya prosesini başladırıq. Həmçinin də doğru vurğuladı müəllimə, hər hansı bir tapşırığı yerinə yetirməkdə çətinlik çəkirlər. Bu o demək deyil ki, onların zəka yetərsizliyi var. Yəni bu zəka yetərsizliyi demək deyil. Sadəcə olaraq onların beynində olan boz maddənin az ifraz olunması, alfa-beta dalğalarının belə deyək, strukturunun fərqli olması onların öyrənmə prosesində diqqətin fokuslanması, diqqətin paylanması, diqqətin davamlılığı zəifləyir. Və bu zamanda dərs prosesində nə olur? Dərsə öz fikrini cəmləyə bilmir. Məsələn, siz ona bir komanda yox, bir neçə komanda verdiyinizdə, bu artıq mürəkkəb komandadır, bir və ya bir neçə komanda verirsiniz. Məsələn, deyirsiniz ki, X bir şagird, Rəşad, gəldi, əyləşdi və bildirirsiniz ki, çantandan Azərbaycan dili dəftərini çıxarırsan, filan səhifədə olan 2 nömrəli tapşırığı yazırsan. Rəşad, deməli, dəftəri çıxardacaq çantasından, çıxardıb qoyacaq masaya. Amma ondan sonra Rəşadın fikri getdi. Yəni, Rəşada nə söyləmişsiniz, hansı tapşırığı, neçənci səhifədədir, Rəşad onu xatırlamayacaq. Bu o demək deyil ki, Rəşad əqli geridir və ya Rəşad anlamır. Bu o demək deyil. Sadəcə həmin anda diqqətin fokuslanması, diqqətin paylanması, bunların hər birində problem olduğu üçün
və bu problemi həmin anda biz effektiv bir metodla həll etməsək, nə olacaq? Rəşad elə dəftəri qoyacaq masanın üstündə, ya yerində fırlanacaq, ya durub gəzəcək, ya müəlliməni əsəbləşdirəcək, nəsə eləyəcək. Yəni, burada yanaşma çox önəmlidir. Və inklüziv siniflərdə olmasın, normal siniflərdə olsun, yanaşma çox önəmlidir. Və biz, fərqi yoxdur, psixoloq olsun, digər sahələrdə olsun, ibtidai sinif müəllimləri, məktəbə qədər sinif müəllimləri, təlim-tədrisdə olan müəllimlər, hər biri artıq diaqnozları müəyyən qədər bilməlidir. Bu, universitetdə tədris olunur zaten, amma mütəmadi özümüzü inkişaf etdirməliyik. Təlimlərə qoşulmalıyıq və hətta mənim bir layihəm var idi ki, sırf bu məktəb müəllimləri üçün nəzərdə tutulmuşdu ki, sinifdə effektiv metodlar, universal öyrənmə dizaynı, DHEP-lərdə xüsusən universal öyrənmə dizaynının tətbiqi üzərindən idi. Və biz burada daha çox fokuslanırıq ilkin etapda diaqnoza. Əgər diaqnoz qoyulmayıbsa, təbii ki, və siz əlamətlərini müşahidə edirsiniz. Məsələn, xəyala tez-tez dalır, dərsi dinləyən kimi görünsə də əslində dinləmir, sanki eşitmir sizi. Əşyaları, məsələn, tez-tez itirir, qələmi tutaq ki də qoyub çantasına qələmi axtaracaq. Dərsi, məsələn, siz deyirsiniz ki, müəyyən tapşırığı işləyək, ləngiyəcək o proses, ya fırlanacaq, ya sinif yoldaşı ilə danışacaq, ya nəsə axtaracaq. Yəni, bu tip əlamətlər müşahidə olunduqda, təbii ki, sinifdə gəzmələr daha çox olur. Mənim konsultasiyama müraciət etmişdi bir ailə, yaxın zamanda olub və bu zaman müəlliməsi onu yönləndirmişdi mənim konsultasiyama. Valideynə bildirmişdi ki, mənim müşahidə etdiyim bu proseslər normal deyil. Yəni, tövsiyəm odur ki, bir psixoloji konsultasiyaya yazılasınız və biz təbii ki, konsultasiya etdik, psixiatra yönəltdik, bir yerdə diaqnozu qoyduq. Həmçinin diqqət əksiri DHEP-lə paraleldə, yəni bu uşağın inklüziv davranışları çox idi. Ya, məsələn, bir qələm istəyəcək sinif yoldaşından, əgər vermirsə, uşağı vuracaq. Yəni, döyəcək, şiddət göstərəcək. Bu tip, belə deyək, ağır davranışla da gəlmişdi əslində. Bunlar paralelində görünən tərəflərdir. Məsələn, deyə bilərsiniz ki, bu uşaqları biz heç cür idarə edə bilmirik. Əsasən, valideynlərin dediyi bir nüans var ki, mən bu uşağı idarə edə bilmirəm. Məsələn, deyirəm ki, otur yaz, yazmır və bəzən valideynlər bunu belə dəyərləndirirlər ki, bu uşaq heç nə bilmir, öyrənmir, məktəbə də boşu-boşuna gedir. Lakin, həm məktəb, həm müəllim, əgər bacarmırıqsa, alınmırsa, mütləqdir ki, bir mütəxəssis dəstəyə alaq. Yəni, xüsusi pedaqoq, xüsusi psixoloq, kognitiv sahədə sırf çalışan davranış terapisti olmalıdır. Bu uşaqlarla həmçinin yaşam koçu da ola bilər. Hansı ki, sırf yaşam koçu həmin uşaqla xüsusi metodlarla çalışır və o ev tapşırıqlarına daha çox fokuslana bilir. Və hiperaktivlik pozuntusu daha çox məktəbə gedəndən sonra özünü biruzə verir. Çünki orada ən böyük uğur şagirdin parta arxasında oturmasıdır. Mən hər zaman vurğulayıram. Parta arxasında otura bilirsə, yəni bir şagird parta arxasında rahat və sakit şəkildə əyləşib dinləyə bilirsə, demək ki, hər şey qaydasındadır. Amma diqqət əksiliyi, yəni DHEP olan uşaqlarda bu proses çox çətinləşir. Biz paralelində bu uşaqların emosiyalarını anlamalıyıq, emosional durumunu anlamalıyıq mütləq şəkildə. Və uşağın emosional durumunu anlamasaq, biz davamlı onu günahlandıracağıq ki, sən pissən, sən bu cür davranışlar göstərirsən, hətta bəzi uşaqlara daha çox, belə deyək, təzyiq, psixoloji təzyiqlər də göstərilir. Bunlar sözlü bullyinqə keçid edir. Yəni, ya uşağı çox dəcəl adlandırırlar, ya çox tərbiyəsiz adlandırırlar və bu da psixoloji kökdə yatan səbəblərin daha da qabarmasına gətirib çıxarır. Ona görə mütləqdir ki,
biz diqqət əksikliyi olan uşaqları düzgün şəkildə qiymətləndirək və lazım olan metodlardan istifadə edək. Ümumiyyətlə, biz fokuslananda əsas əlamətlərə diqqətin tez-tez yayılmasıdır, qəfil qərarların verilməsidir. Məsələn, bir anda yadına nəsə düşəcək, sinif otağından çıxıb gedə bilər. Bu tip şeylərlə qarşılaşan müəllimlər var aranızda? Üzr istəyirəm. Yox, elə bir şey qarşılaşmamışam, amma belə bir şey olub ki, tamamilə demək olar ki, 10 dəqiqə ərzində hər hansı bir məsələ üzərində müzakirə aparmışıq, diskusiya eləmişik. Ancaq mən həmin o uşağa müraciət edəndə uşaq çox dəxlisiz bir cavab vermişdi. Nəsə yadına düşüb, onu cavab vermişdi. Elə bir halına rastlaşmışam. Bir də ki, bayaqları sizə qeyd elədim, uşağın əlində hər hansı bir xətkeş və ya pozan, ruçka fərqi yoxdur da, hər hansı bir əşya, qayçı da ola bilər, nəsə olanda oynatmasını mən heç uşağın əlindən almadım. Bir təcrübəmlə sizə bir bölüşmək var. Bəli, əlbəttə bölüşə bilərsiniz. Açıq biz fikirlərə. Təbii ki, кейslər sizin anlatır. Sadəcə səsiniz qırılır. Səs qırılıb bir dəqiqə. Ola bilsin ki, nəsə internetdən problem var. İndi necədir? Hal-hazırda yaxşı gəlir, eşidilir. Aha. Həmin valideyn demişdi ki, o valideynin hardasa 30 neçə yaşı var. Dedim, mən bu yaşımda başa düşmüşəm və mənə DHP diaqnozu qoyulub. O xanımın 3 diplomu var idi. Bir öz də tarix fakültəsini bitirib bu arada. Və həmin xanım dedi ki, mənim özümü əlimdə nəsə olmadan mən heç digər şəxsə fokuslana bilmirəm və ya mövzuya fokuslana bilmirəm. Adi xoraya bişirəndə belə mütləq mənim nəsə ya dinləməliyəm, ya musiqiyə qulaq asmalıyam, ya nəyəsə baxmalıyam, ya da əlimdə nəsə oynatmalıyam. Və bununla belə onun 3 bakalavr səviyyəsində, həmçinin magistr səviyyəsində diplomu var. Yəni bir kəlmə demək istəyərdim ki, və bu mənim üçün böyük bir necə deyim sizə dərs oldu ki, doğrudan da uşaqlar biz istərsiniz refleks olur da, qeyri-ixtiyari olaraq gəlirik, uşağın əlindən istəyirik pozan, nə oynadırsa ki, Allah ki, fikri bizdə olsun. Ancaq mən onu eşidəndən sonra onu eləmədim. Bir daha eləmədim. Fikirləşdim ki, yəqin ki, onun özündə də bu hal yaşana bilər. Bayaq dediyiniz məsələ var idi. Dediniz ki, uşağın hardasa çıxıb getməsi, mən onunla rastlaşmamışam və aqressiv şəkildə cavab qaytarması yox. Lakin dediyiniz kimi parta arxasında oturmamaq kimi problemi olanda mən o uşağı çoxlu komanda vermirəm. Gözləyirəm ki, özü otursun və ya onu başqa bir şəkildə dərsə cəlb etməyə çalışıram. Və bugünkü təlimdə də istərdim ki, qoşulmağımın əsas məqsədi o idi ki, Hümay xanım, mən bilmək istərdim, başqa nə yanaşmalı ola bilər? Çünki mən heç valideyni sual verə bilmərəm ki, sizin övladınıza DHP diaqnozu varmı? Biraz etik cəhətdən doğru deyil. Valideyn deməyincə. Təşəkkür edirəm. Təşəkkür edirəm məlumatları bölüşdüyünüz üçün bizimlə. Həqiqətən də mən hal-hazırda sinifdə tədris işi aparmıram. Lakin sinifdə tədris işi aparan müəllimlərlə çalışıram. Biz xüsusən də daha çox inklüziv siniflərdə tədris işi aparan müəllimlərlə çalışırıq. Vurğuladığınız nüanslara qatılıram. Ən çox sevdiyim, yəni vurğuladığınız tərəf fərdi yanaşmanızdır və bu zaman uşağı incitmirsiniz və öz istədiyinizi də ona etdirməyə çalışmırsınız. Bu çox gözəl bir şeydir və buradan yola çıxaraq bildirmək istəyirəm. Biz sinifdə əgər uşaq dərsə fokuslanmaq istəmirsə, həmin anda həmin mövzunu işləmək istəmirsə, biz onu sıxmamalıyıq. Buradan sual yarana bilər ki, Hümay xanım, bildirirsiniz ki, sıxmayaq, bəs dərsi eləməyəcək. O zaman valideyn də bizdən narazı olacaq ki, öyrənmir, oxumur. Sıxsaq, gərginlik artacaq. Gərginlik artdığı üçün beyindəki aktivlik daha da artacaq. İmpulsiv davranışlar artacaq. Bu uşaq emosional özünü diskomfort hiss etdiyi üçün
həmin mühitdən uzaqlaşmaq istəyəcək, ya dərsdən çıxmaq və ya məktəbə getməmək kimi nüanslar yaşana bilər. Ona görə də müəllimənin vurğuladığı kimi hər bir uşaq individualdır, hər bir uşaq fərdidir. Necə ki, barmaq izlərimiz çox-çox fərqlidir hər birimizin, yəni hər bir insanın. Eyni ilə bizim psixikalarımız da fərqlidir, düşüncələrimiz fərqlidir. Ola bilər ki, ortaq məxrəcə gəldiyimiz bəzi fikirlər olsun, amma düşüncələrimiz fərqlidir, fərqli yanaşmadır. Ona görə də uşaqların hər birinin ayrı bir dünyası var. Mən burada spesifik bir metod desəm ki, ancaq bu metoddan istifadə edin. Bu Əlidə keçəcək, amma Yusifdə keçməyəcək. Çünki Əlinin spesifik xüsusiyyətləri fərqlidir, Yusifin xüsusiyyətləri fərqlidir və situativ yanaşma. Ən əsası biz özümüzdə situativ yanaşmanı inkişaf elətdirməliyik mütləq şəkildə. Həmin anda biz nə edə bilərik deyə. Nə etsək Yusif fokuslanar, dərsə fokuslanar və ya elə bir həmin anda ağlınıza fikir gələ bilər ki, Əli ona fokuslanır, amma Yusif ona fokuslanmayacaq. Və mən sizə elə bir metod deyə bilərəm ki, o metodla Əli eləyəcək, amma digər uşaq eləməyəcək. Ona görə də bu situativ yanaşmaya, situativ metodlara çox diqqət eləməliyik. Yəni, həmin anda riyaziyyat dərsidirsə, 10 misal vermişsiniz sinifə, sinifdəki uşaqların hər birinə 10 misal verilir. Və siz baxacaqsınız ki, tutaq ki, Yusif 10 misalı bir dəfəlik oturub eləyə bilməyəcək. Birini eləyəcək, birindən sonra diqqət getdi, yazmayacaq, aşağı qiymət alacaq. Bunu alternativ necə edə bilərəm ki, Yusifin diqqətinin davamlılığını artırım? Əgər uşaq, baxın, növ vardır. Əgər inkluziv davranışdır, diqqətdir, hiperaktivlikdir, bunlar üçü də bir yerdədirsə və qarışıq defektdirsə, bu zaman proses çətinləşir. Amma impulsivlik aşağıdırsa, diqqət və hiperaktivlik varsa, müəyyən qədər orada biz metodlardan istifadə edə bilərik. Və bu zaman nə edirik misalı? Deyirik ki, Yusif, sən 3 misal yazırsan və mən sənə, məsələn, stiker yapışdıracağam, gəlib baxacağam və ya siz sinifi gəzirsiniz və baxırsınız ki, digər uşaqlar yazırlar, rahat da hər şey qaydasındadır. Amma Yusufin müəyyən hərəkətliliyi var. Yusufin yanına gəlirsiniz, əgər toxumu onu narahat etmirsə, əlinizi qoya bilərsiniz yanında, öz varlığınızla onu rahat hiss etdirə bilərsiniz ən əsası. Yəni, uşaq sıxılmamalıdır. Bəzən vurğulayırlar ki, müəllimlər, mən qışqırmasam, mən kobud şəkildə komanda verməsəm, şagirdlər fokuslanmır və ya məni dinləmirlər. Amma paralelində nə olur? Yusif də bununla zərər görür sinifdə olan digər uşaqlardan. Məsələn, mənim yanıma kəkələmə diaqnozundan uşaq gəlir. Kəkələmə heç bir genetik problemi yoxdur ailədə, heç kimdə olmayıb indiyə qədər. Və müəllimənin bir dənə əlini stola vurması və davamlı qışqırması uşaqda həyəcan təşvişi yaratmışdı. Yəni, düşünürdü ki, hər an qışqıra bilər və müəyyən sözlərdə bloklanırdı. Yəni, biz diqqət etməliyik ki, həmin hiperaktiv və diqqət əksikliyi olan uşağa komandanı düzgün şəkildə verək. Yəni, qışqıraraq, hər hansı kobud ifadələr işlədərək bunu etməyimiz doğru deyil. Və bugün sevindirici haldır ki, aramızda həm universitetdə dərs keçən, həm də məktəbdə dərs keçən müəllimə var. Və biz sizin, кейslərinizdən çox yararlanacağıq. Ağlınıza gəldikcə bölüşməyinizi xahiş edirəm. Çox sağ olun. Deməli, paralelində, belə deyək, DHEP üçün, yəni diqqət əksikliyi və hiperaktivlik üçün xüsusi, məsələn, spesifik testlər yoxdur. Əlamətlərlə desəm, 5-ə görə əlamətlərlə müşahidə edə bilərsiniz. Həmin müşahidə etdikləriniz, dediyim kimi, nüanslarda psixiatrla həm müzakirə edə bilərsiniz, həmçinin də psixiatra yönləndirib o diaqnozu qoyduqdan sonra təlimə başlaya bilərsiniz. Deməli, gələk digər bir məsələyə. Biz uşaqlıq dövründən
danışdıq. Hansı ki, məktəb prosesində daha çox özünü göstərir. Biz keçid edəcəyik indi sizlərlə. Bəs diqqət eksikliyi və hiperaktivlik yuxarı yaş qruplarında davam etdikdə nələr ola bilər və böyüklərdə olanda necə olur? Təbii ki, diqqət eksikliyi və hiperaktivlik yaş artdıqca müəyyən qədər səngiyir. Yəni, o dalğalanma müəyyən qədər azalır. Yəni, kiçik yaş qrupunda olanlarda daha qabarıq olur. Amma yaş, belə deyək, qalxdıqca bu periyod biraz sürəti azalır. Yəni, kiçik yaş qruplarından böyük yaş qrupuna keçid edəndə, hansı ki, artıq adam böyükdür. Məsələn, hiperaktiv olan müəllimələr var. Yəni, onlar həm dayanmadan çalışırlar. Və ya baxa bilərsiniz ki, uşaq impulsiv deyil, amma dehibdir. Yəni, belə uşaqlarla da qarşılaşa bilirik. Yəni, o demək deyil ki, tam da davamlı hərəkətli olan uşaqlarda bu diaqnoz olur. Müalicə üsullarına gələndə isə vurğuladığım kimi daha çox psixiatrik dəstək ola bilər, əgər davranış pozuntusu varsa para dilində. Ki, çox zaman davranış pozuntusuna rast gəlirik bu diaqnozla, yəni DHEP-lə. Diqqət eksikliyi, hiperaktivlik pozuntusu ilə yanaşı. Varsa psixiatrın bir dəstəyi, müalicəsi ola bilər. Lakin ən çox, belə deyək, burada fokuslandığımız tərəf ailədir, müəllimədir, məktəbə gedirsə və sırf mütəxəssisdir. Multidisiplinar sistem deyirik. Gəlin, baxaq, nəzər yetirək, bütün xarici ölkələrin, Türkiyədən tutmuş, bütün ölkələrin vurğuladığı bu multidisiplinar sistem nə deməkdir? Multidisiplinar sistem o deməkdir ki, biz burada zəncirvari, paralel şəkildə fəaliyyət göstəririk. Yəni, bir-birimizdən sıx şəkildə. Əgər siz məktəbdə lazımi dəstəyi göstərirsinizsə, terapiya alırsa, amma ailədə deyilən, qoyulan tələblər yerinə yetirilmirsə, burada artıq qırıqlıq baş verir. Və bir tərəfdə olan qırıqlıq, yəni multidisiplinar sistemdə olan bir tərəfdə olan qırıqlıq artıq gətirir, uşaq nə edir? Müəyyən qədər orada yenə də bir çətinlik yaranır. Biz fokuslanmalıyıq ki, əgər müəllim olaraq müşahidə ediriksə bu davranışları və idarə olunmaz bir vəziyyətdədirsə, biz valideynə deyil, bunu məktəb psixoloqumuza bildiririk və xahiş edirik ki, bir dəfə və ya bir neçə dəfə dərslərdə iştirak etsin. Dərslərdə iştirak etdiyi zaman xüsusi müşahidə testləri həyata keçirsin. Müşahidə testləri bitdikdən sonra protokol tətbiq olunur. Bəli, müəllimənin vurğuladığı kimi məhz biz birbaşa valideynə deyə bilmərik ki, sizin uşağınızda bu diaqnoz var. Yəni, bu etik kodeksə görə də doğru deyil. Və doğru olmadığı üçün də fokuslandığımız istiqamət daha çox məktəb psixoloqudur. Əgər məktəbdə çalışırsınızsa və sizinizdə şübhəli bir şagird varsa, bu əlamətlərdən şagird varsa, siz bildirirsiniz məktəb psixoloquna və məktəb psixoloqu protokol tətbiq edir. Protokol tətbiq olunduqdan sonra təbii ki, valideyn, müəllim, psixoloq bir görüşür. Görüş təyin olunur. Yəni, qayda ilə belə olmalıdır. Görüş təyin olunur və ortaq məxrəcə gəlinir. Ya bu uşaq terapiya görməlidir, valideyn bunu anlaması üçün izah verilməlidir. Bu da etik bir çərçivədə olmalıdır, təbii ki. İzah olunmalıdır. Bu əlamətləri var. Bu sizin uşağınızın tərbiyəsiz olduğu anlamına gəlmir, dəcəl olduğu anlamına gəlmir. Bu xitablardan, belə deyək, biz uzaq durmalıyıq mütləq şəkildə. Düzgün istiqamətdə vurğuluyuruq hansı əlamətləri müşahidə etdiyimizi. Və xahiş edirik ki, bir psixoloq konsultasiyasına müraciət etsinlər və təbii ki,
psixoloq konsultasiyasında izah etməliyik. Bu da məktəb psixoloqu tərəfindən izah olunmalıdır. Və izah etdikdən sonra da təbii ki, artıq əgər valideyn burada qəbul edən tərəfdirsə, qəbul edirsə, təbii ki, bir addım atacaq. Amma məktəb prosesində sinif müəllimi ilə psixoloqun əməkdaşlığı da, məktəb psixoloqun əməkdaşlığı çox güclü olmalıdır. Və valideyn qəbul etmirsə artıq burada müəyyən qədər məsələ ciddiləşdirilməlidir. Əgər məktəbdə, məsələn, təlim-tədris məsələlərində müavin olan şəxsə bildirilməlidir ki, daha üst şəxsi görəndə valideynlər biraz geri çəkilirlər və bildirirlər ki, o deyirsə deməli, yəni burada bir şey eləməliyəm mən, bunu yoluna qoymalıyam. Təbii ki, məktəblərdə, siniflərdə kameraların olması da məqbul bir şeydir ki, olmalıdır ki, bəzi situasiyalarda bildirilsin. Bəzən valideynlər qəbul etmirlər, mən müəllimə ilə razıyam və kəkələmə diaqnozunu belə qəbul etməyən valideynlər var, bilməyən valideynlər var, sinif rəhbərləri, yəni sinif müəllimləri görür və bildirirlər ki, sizin uşağınız dərs danışdığı zaman tutulmaları olur, yəni mütləq müraciət edin. Eyni ilə də diqqət eksikliyi və hiperaktivlik pozuntusu kimi. Səbinə xanım qeyd edir ki, mənim uşağımda diqqət eksikliyi və hiperaktivliyi var, müəlliminə bu barədə məlumat vermişəm. Çox təşəkkür edirik, sizin əməkdaşlığınız idealdır. Yəni, bu barədə müəlliməyə məlumat verməyiniz yaxşı bir şeydir. Və ümumiyyətlə, birinci sinifdə uşaq məktəbə gedəndə zaten anketlər düzgün şəkildə və idealına doldurulmalıdır, müzakirə olunmalıdır, valideynlə görüşülməlidir və detallı incələnməlidir. Sadəcə bizdə məktəblərdə müəllimlər daha çox fərqli istiqamətdə sənədlərlə yükləndikləri üçün biraz bu period çətinləşir. Paralelində psixoloqla birlikdə görüşsəniz çox-çox yaxşı olar. Yəni, əgər burada məktəb müəllimləri varsa, irəli sürün bu fikri. Ümid edirəm ki, aranızda həqiqətən də bu ideyanı dəstəkləyən direktorlarınız olacaq. Yəni, inanıram. Çünki həqiqətən son vaxtlar görürəm ki, inklüziv siniflərə dəstək olan direktorlar var. Bunun üçün cəhd edirlər həqiqətən. Və inklüziv məktəblərdə məhz diqqət eksikliyi, hiperaktiv olan uşaqların sayı azdır. Orada daha çox bizdə fokuslanılır əlilliyi olan uşaqların, yəni xüsusi qayğı ehtiyacı olan uşaqların bura daxil olunması, hansı ki Down sindromudur, autizm spektr pozuntusu var. Amma diqqət eksikliyi və hiperaktivlik diaqnozu olan uşaqlar çox zaman hiss etmirlər. Onlar çünki danışa bilirlər, özlərini ifadə edirlər və s. Sadəcə düzgün masada əyləşmədikləri üçün, dərs oxumadıqları üçün tənbəl adlandıranlar var, özünü yaxşı aparmır adlandıran müəllimlərimiz olur. Amma biz nə etməliyik? Daha çox fokuslanmalıyıq. Uşağın ən çox gəldik əsas məsələyə uşağın güclü olduğu tərəflər. Biz təlim prosesində fokuslanırıq uşağın güclü olan tərəfləri ilə motivasiya verməyə, zəif olan tərəflərini isə işləməyə. Ən əsası. Çünki uşağın zaten güclü tərəfi var. Amma zəif tərəfini fokuslandığımız üçün pis olan şeyi tez görürük. Yaxşı olan bir şeyi görmədiyimiz üçün biz motivasiya vermirik. Motivasiya vermədikdə də bütün, belə deyək, periodda düzgün şəkildə verməliyik. Bu demək deyil ki, biz uşağı boşu-boşuna, belə deyək, mükafatlandıraq. Xeyr. Mükafatlandırma da düzgün şəkildə tətbiq olunduğunda uşaq nə edir? O zaman motivasiya olur, sevinir, içində olan o, beynində olan o dopamin daha çox ifraz olunur, daha çox şey eləmək istəyir. Yəni, öz potensialına, ideyaları olur, enerjili olur. Siz eyni anda ona bir çox tapşırıqlar deyil də, məsələn, fiziki aktivliyi olan bir oyun versəniz, çox yaxşı edəcək onu. Məsələn, riyaziyyat həll edirsiniz, misallar da ancaq yazı, lövhədə yazmaq. Bu zaman bir oyun təşkil edin, oyunla edin bunu.
uşaqlar sıxılmasınlar. Çünki bizdə sistem daha çox fokuslanır, kurikulum uşaq yüklənir və biz nəzər yetirdiyimizdə görürük ki, 4-cü sinifdə oxuyan uşaqlar 6-cı sinifin yəni materialı səviyyəsində belə mürəkkəb tapşırıqlar işləyirlər. Ona görə də təkcə diqqət eksili hiperaktiv olan uşaqlar deyil, digər uşaqlar da sıxılırlar. Yəni biz belə daimi masanın arxasında olanda, eyni şeyləri oxuyanda və ya yazanda, daimi kağızla, vərəqlə belə deyək, mütəmadi əlaqədə olanda sıxılırıq, yəni insanı. Ona görə də uşaqlar üçün daha çox oyun yönümlü. Bəzən mən bildirəndə ki, daha çox oyun yönümlü olunmalıdır. Bu o demək deyil ki, biz orada oyun oynayırıq ancaq. Oyun təməlli öyrətmə. Yəni universal öyrənmə bacarıqları formalaşdırmalıyıq. Birinci universal öyrənmə dizaynını özümüzə tətbiq etməliyik. Müəllim olaraq mən bu gün özümü necə hiss edirəm və hansı duyğularımı sinifdə olan uşaqlara ötürürəm? Bu gün onların duyğularını anlayırammı? Bu sualları özümüzə tez-tez verməliyik. Yəni sinifdə təkcə biz tədrisi aparan şəxslər deyilik. Yəni təkcə bu gün mən bu misalı öyrətdim, bu gün mən bu mətni öyrətdim məsələsi deyil tədris prosesi. Burada emosional sferanın inkişafıdır. Burada uşağın özünü rahat mühitdə hiss etməsidir. Əfsuslar olsun ki, bugünkü gündə ən çox çətinlik çəkdiyimiz tərəflər bunlardır. Və vurğulamaq istəyirəm ki, valideynlərlə çalışdığınız zaman telefon və ekranla bağlı da suallar verin. Yəni biz bu diaqnozda olan uşaqların ekran asılılıqlarını da müşahidə edirik. Və bir nüansı vurğulamaq istəyirəm. Çoxlu müşahidələr və eksperimentlər aparılır. Bu eksperimentlər də oyunların, cizgi filmlərinin daha surətli olması və rənglər. Bəli, bir dəqiqə zəhmət olmasa. İlhamə xanım, bir dənə gözlüyün zəhmət olmasa, elə billər mərkəz açıldı hal-hazırda. Bir dənə həll edeyim, dönürəm, yaxşımı? Tamam, bəli, buyurun. Aha, Humay xanım, gələnə qədər sualınız olarsa bildirə bilərsiniz. Yazılı formada qeyd edin. İstəsəniz ünvanlayın. Bəli, Gülayar xanım, hər zaman olduğu kimi bütün təlimlərin video qeydləri YouTube hesabımızda mövcud olur. İstəsəniz siz həmin hesaba abunə olun. YouTube-da video yükləndiyi dəqiqədə sizə mesaj göndərilir. Amma belə də onsuz da mən sizinlə qrupda bütün video qeydləri bölüşürəm. Və nəzərdə çatdırım ki, artıq yeni aya daxil olduq bugün iyul ayına və iyul ayında sizi 14 yeni təlim gözləyir. Çünki mövzular çoxdur. Hər bir gündən bir təlim var deyə bilərəm. İnşallah aktiv iştirakçınızı gözləyirik. Əminəm ki, bütün təlimlərdən yararlana biləcəksiniz. Çünki
hər sahədə təhsillə bağlı bütün sahələri əhatə edəcək 14 təlim salındı, yəni yoxdur. İnşallah sizin də marağınızı çəkər və faydalı olar. İnşallah. Təşəkkür edirik Hanna xanım. Mən təşəkkür edirəm Vizə xanım, təlimçilərimizdən biri də sizsiniz. Təşəkkür edirəm. Yay tətil olsa belə zaman ayırdığınıza görə, insanlara, müəllimlərə faydalı olmaqda kömək etdiyinizə görə minnətdaram. Mən də sizə minnətdarlığımı bildirmək istəyirəm. Doğrudan da çox faydalıdır və sizə də bir neçə saat öncədən vurğuladım ki, çoxdan da gözlədiyim təlim idi bugünkü. Çünki doğrudan da o qədər önəmlidir. Bayaqlarda bəzi valideynlər də dedilər, valideyn qəbul eləmək istəmir ki, övladında hansı problem var. Bununla da müəllim istər-istəməz çətinlik yaşayır. Ona görə də qeyd etdiyimiz kimi valideynə biz heç bir halda deyə bilmirik ki, sənin uşağında bu problem var. Ona görə də mütləq şəkildə həssas yanaşma lazımdır və ilk öncə valideyn özü bildirməlidir psixoloqa və psixoloq da müəllimləri xəbərdarlıq etməlidir. Təbii ki, diferensial yanaşma önəmlidir. Bunu müəllim sadəcə olaraq öz təcrübəsi ilə bölüşür, yəni daha doğrusu ondan bilir. Amma belə təlimlər doğrudan da mənə elə gəlir ki, faydalıdır. Təşəkkür edirəm təcrübənizi bölüşdüyünüzə görə. Kimin səsi açıqsa bağlamağını xahiş edirəm. Bəli, mən də düşünürəm ki, faydalıdır və geri dönüşlərdən də baxıram, yola çıxıram ki, həqiqətən də zaman ayrılığımız çox dəyərlidir. Hər kəs öz haqqında bir təcrübəni bölüşsə, əminəm ki, təhsil daha da inkişaf edər. Axşamınız xeyir Hanna xanım, necəsiz? Təşəkkür edirəm, yaxşıyam, siz necəsiniz? Çox sağ olun, mən də yaxşıyam. Bütün təlim iştirakçılarını salamlayıram. Humay xanım gəldi, icazənizlə mən bir kəlmə danışardım. Mərkəz açıqda elə bilirlər ki, qəbul eləmək olur bu saatda. Aha, narahat olmayın Humay xanım. Bəli, buyurun, sizi eşidirik xanım müəllim. Tamam, çox valideynlərin qəbul edib etməməsindən burada bir müəllim söhbət açdı. Deməli, mənim bir tanışımın başına gəlmiş bir şeydir. Siniflərində inklüziv bir şagirdi var, həddindən artıq hiperaktivdir. Məktəbə qədər də var axı, şəkillər çəkirlər, videolar çəkib valideynlərə göndərirlər. Yəni, videolarda açıq aydın görünür ki, bu uşaq bir yerdə otura bilmir, gedir obisinin qabağından karandaşı götürür, bundan dəftər götürür, xoşuna gəlməyəndə sinifdə özünü yerə yıxıb ağlayır. Müəllimə buna valideynə dedikcə, valideyn deyir ki, yox, müəllimə siz çox şiirdirsiniz. O sadəcə müəllimə hiperaktivdir, köyün böyütmüşük. Valideyn bunları deyir. Dedikcə də artıq gedib başqa yerlərdə danışmağa başlayır ki, gedib başqa yerlərdə danışmağa başlayır ki, müəllimə mənim uşağım üçün söz çıxardır. Müəllimənin görmüş, özü nə bilir ki, mənim uşağıma nə öyrətsin. Halbuki o müəllimə sertifikasiya imtahanında yüksək nəticə yığıb məktəbdə işləyən bir müəllimədir. Sonra məktəb rəhbərliyi ilə nə oldu, nə olmadı bilmirəm. Deyəsən, o uşağı artıq həmin sinifdən çıxartdılar. Yəni, valideynin qəbul etməsi, valideyn, müəllim və şagird üç bucağı ki var, orada çox böyük bir avantaj verir bizə. Mən onlayn müəlliməyəm, onlayn şəkildə uşaqlara hazırlıq keçirəm. Məsələn, mənim bir 5-ci sinif şagirdim var idi. Siz inanın ki, o stol oturmaqdan başqa hər şey yarayırdı. Kaçeli olurdu, uzanırdı. Təsəvvür ki, stolun üstündə oturdu, amma stolun oturacağında oturmurdu bu uşaq. Bir dənə yaxşı cəhət var idi ki, uşağın anası, mən nə deyirdimsə onu edirdi. Məsələn, deyirdim ki, uşağın adını nə deyirdi. Məsələn, Yusuf bugün dərsə hazırlıqsız gəlir. Baxın, bir dənə zəhmət olmasa sumkasına baxın, testləri sanki yalandan işarə edirdi. Anası bu barədə məndən razıdır. Amma yanlış yönləndirmənin qurbanı oldu. Bir dəqiqə zəhmət istəyir. Sonra isə mən valideynlə mənlə danışdı. Valideynə məsləhət gördüm ki, peşəkar adamdan mütəxəssisdən bir dəstək alın. Çünki ağac yaş qənəklərdə nə qədər üstün uşağın tez düşürsə, uşaqlar, iki oğlan qardaşlıqla, biri xəstə uşağı idi. Özəl qararı tələb edən uşağı idi. Neysə, valideyn məndən razılaşdı. Sonra başqa bir müəllimə ilə danışmışdı. O demiş ki, yox, mən məşğul olaram. Halbuki həmin müəllimə sadəcə kollec diplomu ilə adını müəllimə qoyub işləyir.
və heç bir psixoloji savadı yoxdur. Mən məşğul olaram dedi. Sonra valideynlə yenə də ödənişsiz olanda valideynlər hər zaman ödənişsə tərəf gedirlər. O yaxşıdırmı, pisdirmi? Buna heç kim fikirləşmir. Ödənişsiz eybi yox, o bir ay getsin, nə olar prinsipinə hərəkət edirlər. Sonra valideyn yenə zəng gəlir ki, bəs müəllimə mənə belə deyir də, filan müəllimə, necə nə məsləhət görürsünüz? Dedim, ola gəl məndən soruşursunuzsa, mən yenə deyirəm ki, bir mütəxəssisdən kömək alın. Yenə də siz özünüz bilən məsləhətdir. Yəni, mən durum sizə deyim, o müəllimə ilə də mənim münasibətim pozulsun, yəni mən onu da istəmərəm. Sonradan o uşaqla nə oldu, nə olmadı bilmirəm. Haqqlıqdan da çıxartdılar. Çünki artıq uşaq özü də gəlmək istəmirdi. Yəni, siz hər halda məndən daha yaxşı bilirsiniz. Ola bir şey diqqətini cəlb eləmək çox çətin olur. Yəni, deyir ki, müəllim sizi istəyir. Dedim, məni çox istəyir, başa düşürəm. O məni 3 gün görmürsə, 4-cü gün yadına düşməyəcəm. Yəni, mənim çox istəyir dərsi oxuyacağı bir şey yoxdur. Yəni, bu qədər. Yenə mənim deməyim odur ki, valideyn və müəllim mütləq şəkildə, istəyir sağlam uşaqlarda, istəyir inklüziv uşaqlarda mütləq şəkildə əməkdaşlıq olmalıdır. Mütləq şəkildə. Biz inklüziv uşaq demirik, inklüziv sinif var, məktəb var, cəmiyyət var, amma uşaqlar damğalanır. Çox sağ olun fikirləriniz üçün. Təbii ki, vurğuladıqlarınızda haqlısınız. Əməkdaşlıq güclü şəkildə aparılmalıdır. O üç bucaqdan birində qırıqlıq olsa, təbii ki, uşağın inkişafına da bu böyük təsir edir. Və valideynlərə də biz, dediyim kimi, məktəb psixoloqu ilə birgə danışılmalı və mütləq hər bir nüans vurğulanmalıdır. Video varsa, video şəklində, əgər icazə varsa, buna etik prinsiplərdə məktəbin ümumi prinsiplərinə zidd deyilsə, müəyyən bir video kadrın izlədilməsi və s. vurğulanmalı və doğru şəkildə valideynə məlumat ötürülməlidir. Doğru şəkildə ötürmədiyimiz məlumat nə olacaq bu zaman? Valideyn də qıcıq oyadacaq. Qıcıq oyatdığı üçün də ya uzaqlaşacaq o prosesdən, yəni orada olan şeylər onu narahat etdiyi üçün və bilirik ki, övladlarımız bizim üçün çox dəyərlidir. Onlar haqqında eşitdiyimiz hər hansı bir mənfi nüansı istəyirik ki, həmin adamı öldürək həmin yerdə. Yəni, bu hər bir valideyndə belədir. Ona görə də biz həmin anda valideynə də empatiya qurmalıyıq, ona düzgün şəkildə bu prosesi izah etməliyik. Bəzən valideynlər əslində bunu bilirlər, amma qəbul etməkdən çətinlik çəkirlər. Və bu qəbul etmə periodu bir dəfə ilə olan proses deyil. Yəni, bir dəfə dedim də valideyn bunu anlamadı kimi nüanslar vurğulasaq, bu reallığı əks etdirmir. Zaten biz prosesi çox şaxəlidir və periodlar var. O mərhələlərdə mütləq şəkildə düzgün izah olunmalı və məlumatlılıq düzgün şəkildə aparılmalıdır. Ona görə mən məktəbdə çalışan, məsələn, psixoloqlarla mütəmadi, məsələn, gedəndə, testlər həyata keçirəndə əvvəl icazə verirdilər. Tam təmənnasız şəkildə mən testlər gedib edirdim siniflərdə olan uşaqlara. Məsələn, mən məktəb psixoloquna vurğuladım, hansı test tətbiq edərsiniz? Məsələn, müəllimə bildirir ki, mən bunda disleksiya əlamətlərini müşahidə edirəm. Məktəb psixoloqlarımız təəssüf ki, sırf qiymətləndirmə prosesində, psixoloji testlərin qiymətləndirmə prosesində də çətinlik çəkirlər. Ona görə də mütləqdir ki, həm sinifinizdə dərs keçdiyiniz şagirdlərdə müəyyən qədər əlamətlər hiss edirsinizsə, bu məlumatlığı birinci özünüz həyata keçirin düzgün şəkildə, valideynə vurğulayın səthi. Artıq gördünüz ki, buna reaksiya fərqlidirsə, artıq keçid edirsiniz sırf psixoloji istiqamətdə məktəb psixoloqundan dəstək almağa. Keçək sırf müəllimlərin sinif prosesində yanaşmasına zamanımız az qalıb, sizlərin də suallarınızı eşitmək istəyərəm. Baxın, hər hansı bir tapşırığı verdiyinizdə mütləqdir ki, təkcə lövhə qarşısında qalıb da o tapşırığı verməyin. Yəni, mən bunun tərəfdarı deyiləm sinifdə. Artıq biz müasirləşməli, daha çox Finlandiyada olan təhsil prosesini çox sevirəm, o siniflərdə olan dərsləri. Yəni, müəllim şagirdlərdən biridir. Çünki o da şagirdlərdən nəsə öyrənir. Öyrənmək və öyrətmək prosesi zəncirvaridir. Yəni, bəzən şagird elə bir şey deyir ki, sənə maraqlı gəlir, onun düşüncələri, onun öyrənmə üslubu, yəni o mövzunu qavraması, öyrənməsi sənə çox maraqlı gəlir ki, yəni bu uşaq belə öyrənir. Mən ümumiyyətlə case analizlərini, yəni
hər hansı bir uşağı gördüyünüzdə, məsələn, özünüz üçün qeydləri aparın. Məsələn, birinci dərsdə necə idi, ikinci saatda olan dərsdə necədir, üçüncüdə necədir, hansı davranışlar və ya sözlər ona mənfi təsir edir, impulsivliyi artır, diqqət daha çox artıq itir burada. Göz kontaktı qurmağa çalışın, sadə komandalar verin, yəni uzun mürəkkəb komandalar verməyin. Əgər uşaq terapiya almırsa hələ, yəni psixoloq yanına getmirsə. Çünki diqqət zəif olanda analiz də zəif olur. Yəni dediyiniz sözləri əslində verdiyiniz komandanı bu uşaq eşidir, anlamağa çalışır, sadəcə analiz edə bilmir. Yəni həmin anda analiz sintezi diqqətinə görə, fokuslana bilmədiyinə görə zəif olduğu üçün o zaman anlamayacaq kimi görünəcək sizə. Ona görə də mütləq şəkildə göz kontaktı qururuq. Yusif, bu tapşırığı edirik. İşarətlər və vizual işarətlər verin mütləq şəkildə. Vizual şəkildə ötürdüyünüz məlumatları daha tez və yaxşı bir şəkildə sizə çatdırıb həyata keçirəcək onu uşaqlar. Mütləqdir ki, vizual işarətlər olsun sizin sinif otağınızda. Əgər inklüziv sinifdirsə daha çox, yəni inklüziv siniflərdə vizual görsəllər çox olması yaxşıdır. Yəni işarətlərin olması, məsələn, tez əlinizi barmağınızla işarə edə bilərsiniz ki, filan tapşırığı edirik. Artıq görsəl onu görsə eləyəcək. Məsələn, nə üçün deyirlər, şeiri yaxşı əzbərləyə bilir, amma bir dənə sətri və ya bir kupleti öyrənib bizə danışır da, digərlərini öyrənə bilmir. Yəni bu zaman çünki diqqəti verə bilmir ora. Təbii ki, yaş artdıqca da bildirdi ki, bu proseslər davam eləyir, amma şiddəti müəyyən qədər azala bilər. Bu da ehtimaldır, azala bilər. Və biz nə etməliyik? Gəlirik, burada valideynlər yəqin ki, var. Bu uşaqların enerjilərini yaxşı istiqamətə istifadə edin, deyərdim mən. Cədvəl qurun, düzən qurun. Bu uşaq düzənli olduqda artıq beynində emosional natarazlıq itəcək, yəni narahatlığı itəcək uşağı. Biləcək ki, bu şeylər olunacaq, olunmalıdır. Üzgüçülük çox yaxşı təsir eləyir. Hipoterapiya atlarla, yəni ponilər vardı, balaca yaşda olan uşaqlarla terapiya tətbiq olunur. Onlarla həftə sonları apara bilərsiniz. Onun daha çox, məsələn, enerjisi nəyədirsə, rəsm çəkməyi, rəngləmək kimi master klasslara apara bilərsiniz sakitləşməsi üçün. Cədvəlini həmişə sıx etməlisiniz və düzgün qidalanmalıdır, ən əsası. Yəni, bu diaqnozdan olan uşaqların düzgün qidalanması vacibdir. Məsələn, valideynə, əgər müəllimə olaraq biz daha dərinliyinə keçid eləyiriksə, uşağı daha diqqətlə analiz eləyiriksə, qidasına diqqət eləməliyik həm də. Paket qidalara icazə verməməliyik. Bir dənə çörəyin arasına pendir qoyub qoysun çantasına yetərlidir. Yəni, o pendir çörəklə də doyacaq uşaq. Amma o paket qidalar həqiqətən də aktivliyi daha da impulsiv davranışlar gətirir və o impulsivliyi artırır. Zaten biz deyirik ki, bağırsağımız yaxşı olanda, sağlam olanda biz rahatıq. Eyni ilə də uşaqlarda da belədir. Həmçinin, əgər vitaminləri əksikdirsə, biz yönləndirmə edə bilərik. Pediatri varsa, uşağın bir pediatrik baxış keçirilsin, qan dəyərləri ölçülsün, ümumi digər tərəfdən də düzdür, indi bizim mövzu ilə əlaqəli deyil, amma son dəqiqələrdə də istəyirəm bu məlumatları da sizə çatdırım. Daha çox, məsələn, uşağın bağırsağında qurd varsa, daha çox şirniyyata meyillidirsə, bunlar hər biri diaqnozun daha da şiddətlənməsinə gətirir. Onunla əlaqələndirmir ya, səhv anlaşılmasın. Sadəcə bu zaman şiddətlənə bilər. Biz bu şiddətlənmənin qarşısını almaq üçün nə edirik? Kompleks yanaşırıq. Hər şeyin dərmanıdır kompleks yanaşmaq. Ona görə də kompleks yanaşmada birinci, uşağın mikro və makro mühit var. Kiçik və böyük mühit. Bunlar hansılardır? Ailədən başlayır. Makro artıq cəmiyyətdir, məktəbdir. Biz bu mikro mühitdə uşağı sağlam yetişdirməliyik ki, makroya gələndə biz daha çox çətinlik yaşamayaq. Ona görə də nə edirik? Konkret uşağı kiçik yaşlarından sağlam qidalara alışdırırıq.
Yəni paketli qidaların zərərlərini hər birimiz bilirik. Yəni zərərlidir. İstifadə olunmaması daha yaxşı olar. Beynin inkişafını ləngidir, gecikdirir, qıcıqlandırmanı artırır. Yəni bizə lazım deyil onlar. Ondansa sağlam evdə glutensiz şirniyyatlar hazırlamaq daha alternativ yəni üsuldur. Həmçində vurğulayım. Mən diqqət əksiliyi, hiperaktivliyi olan və davranış problemləri olan uşaqları paralelində Afaq xanımla çalışıram. Nutrisiologdur özü, diyetologdur. Hansı ki, sırf belə deyək, xüsusi diaqnozda olan uşaqların qidası ilə bağlı biz çalışırıq. Yəni, qida ilə bağlı hər hansı bir problem yaşandıqda, yenə də burada belə deyək, bir qırıqlıq olur. Ona görə çalışaq ki, ləziz təamlar hazırlayaq evdə, uşaqların fikrini cəlb edən bir şeylər və dadlı olsun və glutensiz. Ona görə yəni, qida çox önəmlidir. Çalışmalıyıq ki, şirniyyatlardan uzaq tutaq, paketli qidalardan. Olmaz, çipsi olmaz, kola olmaz. Mən vurğuluyuram, əgər mənim təlimimə uşaq gələcəksə, qidasına diqqət edəcəksiniz. Mən görsəm ki, o uşaq çips yeyir. Özdə hiss edirəm, çıxıram, görürəm ki, gözlədiyi müddətdə uşaq orada nəsə paketli qida yeyir. Gördüyüm anda nə valideynə bildirirəm. Əgər belə davam edəcəksə, mən terapiyanı saxlayıram. Çünki proses təkcə puldan ibarət deyil, maddiyatdan ibarət deyil. Mən burada əziyyət çəkirəm, təlim keçirəm, öyrədirəm və siz də oradan qidaları verirsiniz, uşağın beynini qıcıqlandırırsınız, proses gecikir. Belə, ümid edirəm ki, məlumatları sizə dolğun çatdıra bildim, lazım olan məlumatları əldə etdiniz. Sonda da vurğulamaq istəyirəm, sinif prosesində ilkin etapda uşağın adaptasiyasını düzgün həyata keçirək, komandaları sadə verək, hər bir uşaq individualdır, situasiyaya uyğun metodlardan istifadə edək, həmin anda mövzuya uyğun hər hansı bir metod tətbiq edə bilərsiniz, həmin metodları düzgün şəkildə edək, komandaları rahat, ən əsası, rahat, sakit, aydın, anlaşıqlı verməliyik mütləq şəkildə. Və multidisiplinar yanaşma. İnklüziv təhsildə bu sistemlə çalışdığınızda, yəni kompleks çalışdığınızda nəticə əldə edə bilirsiniz. Yəni, diqqətlə çalışdığımız zaman, təbii ki, biz bu diaqnozu detallı araşdıranda, кейsi detallı araşdıranda və davamlı müzakirə etdikdə valideynlə yaxşı nəticələr əldə eləmək olur. Sinif müəllimlərimizdən burada olanların hər birinə təşəkkür edirəm. Siz həqiqətən uşaqların həyatında böyük qüvvəsiz. Sizin varlığınız onların həyatında həqiqətən də çox vacibdir. Yaxşı müəllimlərimizə, uşaqları motivasiya edən və uşaqların həyatına toxunan bütün müəllimlərimizə həqiqətən də təşəkkür edirəm. Və bugün mənə çox xoş oldu sizlərlə təlim keçmək. Ümid edirəm ki, məlumatları sizə dolğun şəkildə çatdıra bildim. Təbii ki, bu uşaqlar sonda qeyd eləmək istəyirəm. Qəşəng də oxuyurlar, əlaçı da ola bilirlər, öyrənə də bilirlər. Hiperaktivlik və diqqət əksikliyi, belə deyək, zehni yetərsizlik deyil. Biz bu uşaqlara bullying etməməliyik heç bir zaman. Ona görə də düzgün dəstəklə hər bir uşaq yaxşı nəticələr əldə edə bilər, yaxşı da dərs oxuya bilər. Sonda istəyirəm suallar almaq. İlhamə xanım, əgər vaxt varsa, 1-5 dəqiqə suallar varsa. Bəli, Humayra xanım, təşəkkür edirəm. Ətraflı məlumatı və zaman ayırdığınıza görə minnətdaram. Buyurun, sualınız varsa bildirə bilərsiniz. Əl qaldıran müəllim fikrinizi bildirə bilərsiniz. Yazıları mən görmürəm, siz oxusanız çox sevinərəm. Tamam. Xanım müəllim fikrini bildirsin, mən də bu sırada suallara baxım. Bir dənə sual vermək istəyirəm Humayra xanım sizə. Sən canlı adlarında həm autizm var, həm də serebral iflicam verilmişdir uşaqda. Bir zəhmət olmasa. Serebral iflicam doğulmuşdur uşağında, amma əlamətləri çox cizlidir də. Məsələn, yerli, danışır. Sadəcə elə təzə danışan uşaq necə danışır? 9 yaşı var, elə danışır. Yaş qərəmli uşaq, Hal-hazırda 9 yaşı var. Bəli, avqust ayında 9 yaşında alınmışdır. Müalicələr alıb. Sadəcə, mənə bir şey oldu. Mən İlhamə xanımın bundan öncəki təlimində də keçən lisədə, orada da bu fikri səsləndirmişdim.
Uşağın beynini yatızdırmaq üçün müəyyən preparat verirlər bu uşağa. Ki, uşağın beyni yatsın, hərəkət eləməsin. Bunu anasından deyəndə ki, bu onun üstünü pozur. Məsələn, 9 yaşında o uşaqda ama siz yaşlarından geri qalır. Siz. Yəni, onlar uşaqlar da bax. Bu dərman preparatı çox pis təsir edir. Yəni, siz ne keşkəsi, bu dərman vacibdirmi uşağa verilməsi? Düzgündürmü? Əgər uşaqda serebral ifliclə paraleldə autizm spektr əlamətləri varsa və şiddətli fondadırsa, təbii ki, nevroloji bir dəstək alması vacibdir. Amma paralelində təlim görməlidir mütləq şəkildə. Yəni, təkcə dərmanla uşaq nəsə olacaq deyə bir şey yoxdur. Paralelində yatızdırmağa qalanda isə heç bir epileptik ocağı yoxdur başında. Var. Tutmaları olurdu, qıcılmaları olurdu, ona görə verirdilər. Təəssüf ki, baxın, əlimizi, qolumuzu yığışdırdığımız, yəni edə bilməyəcəyimiz proses epilepsiyadır. Yəni çox ciddi bir diaqnozdur və davamlı sinir sisteminin sakit olması önəmlidir. Və o məcburdur ki, o dərmanları tətbiqini həyata keçirsin nevrolog. Tutma olanda zaten orada hüceyrələr ölür. Ona görə də mütləqdir ki, o dərman preparatlarını qəbul edəsin. Və onların da antidepresantların ağır formatı olanda onun sonra yuxu vermə prosesi olur. Amma orada artıq üçlü diaqnoz var və bu da mürəkkəb diaqnozdur. Yəni, mürəkkəb diaqnozda məcburdur ki, nevroloji prosesdə dərman preparatı qəbul eləməlidir uşaq. Bir başqa həkimin yanına getdi, o dozanı azaldırdı. Dozanı azaldırdı, qıcılmalar başladı. Dərmanların adını bilirsiniz? D hərfi ilə başlayan bir dərmanı idi, amma dekamin idi, belə bir D hərfi ilə başlayan Davud var. Başlayan bir dərmanı idi. O çəkdirdi onu. Sonra bir həkim dedi ki, artıq olmaz da, yaxını geri salır, ədin işrafını geri salır, dozasını azaltır. Ayır, dozasını azaltmağa başladı. Dozasını azaldandan sonra yenə qıcılmaları başladı. Yenə həmin dozaya qayıtdılar yenidən, məcbur şəkildə. Baxın, epilepsiya ilə bir diaqnozdur ki, həqiqətən də uşağı çox geriyə salır. Mənim çox yaxşı nəticə əldə elədiyim pasiyentlərim olurdu. Mənim serebral iflic olan pasiyentim var ki, hal-hazırda ona öyrətdiyim heç bir şey itirməyib uşaq. Yəni, baxmayaraq ki, beynin difuz zədələnməsidir orada. Yəni, çox ağır formatda. Həmçində təbii ki, serebral iflicin də növləri vardır. Baxır, hansı növüdür. Və bu növə görə də paraleldə epilepsiya varsa, burada həm təlimin gətirdikləri çox az bir şey olur. Həmçinin də, belə deyək, dərman da məcbur surətdə sakinləşdiricilər olmalıdır ki, qıcıqlanma üst tərəfdə olmasın. Bəli, Səbinə xanım, olur. Təbii ki, çox mürəkkəb bir, belə deyək də, mən ona çox mürəkkəb bir problem deyirəm. Məsələn, mənim uşağa verə biləcəyim çox şey var. Lakin bu periyodda qıcıqlanmaması üçün stimulizasiya vermək olmaz deyə biz nə edirik? Onun qarşısını kəsirik, rahat relaks terapiya tətbiq eləməliyik ki, uşağın epileptik tutmaları tutmasın. Çox vacibdir. Ona görə xanımın adını bilmədim sual verən. Yəni, bir xanım? Adım Xan Sənəmdir, amma Xana deyirlər. Adım uzun olduğu üçün sadə olar. Xana xanım, təşəkkür edirəm. Çox maraqlı suallar bunlar təbii ki, düzdür, mövzumuzdan biraz uzaqdır, amma xoşdur, verə bilərsiniz suallarınız varsa əgər. Bir 5 dəqiqəmiz vardı, 5 dəqiqə içərisində sizi maraqlandıran suallar varsa verə bilərsiniz. Əgər valideyn varsa burada, mütəxəssis və ya müəllim. Humay xanım, mən oxuduğum çox bölməsinin sual yox idi, amma sizə təşəkkürlərini bildiriblər. Dəyərli müəllimlərimiz, xoş sözlərinizə görə minnətdaram. Əminəm sizlərə faydalı olur. Təşəkkür edirəm. Əlavə sualı olan varsa bildirə bilər. Bəli, suallar almaq istəyərəm. Maraqlı oldu mənə də. Düzdür, mənim təcrübədə və praktikada olan tələbələrim vardı, amma sırf kütlə müəllimlərdən ibarətdir. Mənim üçün maraqlı oldu və Bircə müəlliməyə də, Bircə xanım idi da məncə. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Sizi tanımaq çox xoşdur. Çox sağ olun. Humay xanım, bayaqlar disleksiyadan söhbət getdi. Bizdə bir uşaq var.
hal-hazırda 9-cu sinifə keçir. O uşaq 1-ci sinifdən liseyimizə gəlmişdi və oxumağında, yazmağında çox çətinlik çəkirdi. Və hər dəfə də valideyn olaraq biz iclaslarda bildirirdik ki, uşaqda inkişaf yoxdur. Ancaq müəllim bunu başa düşmürdü. Valideyn aparmışdı onu diaqnoza disleksiya qoyulandan sonra uşaqda inkişaf necə getdi? Deməli, hər dəfə dərs vaxtı və ya imtahan vaxtında bir müəllim təhkim olunur. Həmin tələbəyə, biz indi IB-də tələbə deyirik də, şagirdə. Həmin tələbəyə, bəli, onun üçün xüsusi olaraq otaq ayrılır, imtahan sualları onun üçün oxunur və necə cavab vermək istəyirsə, eşitməsi daha güclüdür uşağı. O cürdə cavab verir və müəllim onun yerinə yazır. Bu cürdə imtahan nəticələri davam edir. Hətta IB-ni belə, IB-də diferensial yanaşma olduğu üçün inklüziv yanaşma. Ona görə də biz bunu elə də davam etdiririk. Uşaq çox xoşbəxt, sinirləri yerində və ingilis dil səviyyəsi çox yüksək səviyyədə olan bir qızdır, şagirdimiz. Ancaq dediyim kimi, oxuma yazmağındakı həmin disleksiya problemi var. Ancaq bu onu, necə deyimsə, stres vermədi. Çünki valideyn vaxtında bunun üstünə düşdü. Həmçində diferensial yanaşma. Yəni, bu Bəli. siz həqiqətən də idealını yanaşmanızdan irəli gəlir. Çünki bu zaman biz bunu bir problem kimi qabartmırıq. Biz var olan bir şeyi çalışırıq ki, dəstək olaraq daha inteqrasiyanı təmin edək, necə kömək edə biləcəyimizi vurğuluyuruq. Çünki bəzən biz sendviç metodundan da istifadə eləməliyik valideynlərlə çalışanda. Bəli, biz həmişə eləyirik onu. Bəli, davamlı negativ bir şey desək, təbii ki, valideyn deyəcək ki, bu mənim uşağımı istəmir, gözüm çıxdıya salıb. El arasında daha çox valideynlər deyir. Tərif, ortada da fikrimizi demək. Bəli, bəli. Yəni, daha çox eşitdiyim sözləri bildirirəm. Təbii ki, yaxşı çalışan, individual yanaşan müəllimlərimiz də çoxdur. Mən onları da görəndə, sizin kimi müəllimələr görəndə çox sevinirəm və əminəm ki, sizin tədris işi apardığınız həm universitet tələbələri, həm də şagirdlər çox şanslıdırlar. Aha, sualı olanlar yoxdursa, yekunlaşdıraqmı İlhamə xanım? Təşəkkür edirəm sizə də təşkilatçılıq üçün. Mənə çox xoş oldu bugün biliklərimi bölüşmək. Ümid edirəm ki, iştirakçılara da maraqlı oldu. Biz təşəkkür edirik Hümay xanım, əməkdaşlığımız daim olsun. Bir dənə sual gəlib ora, bir də onu oxuyardım. Ondan sonra bitirəcəyik, söz verirəm. Aha, bir dəqiqə məndə görünmədi çünki. Kim sual verdisə, onu özü belə səsli formada bildirə bilərmi? Səs açıb bildirə bilər. Çünki məndə ekranda yazılmadı, sual düşmədi. Hə, məndə düşdü, mən gördüm sanki. Aha, burada Türkan xanım yazıb, gördüm mən. Türkan xanım deyir ki, məni axşamınız xeyir, sizin də axşamınız xeyir. Mənim bacımın oğlu 3 yaşındadır, uşaqdan nəsə uşaq çox az suala çığıraraq cavab verir. Bilmək istəyirəm ki, bu uşaqda gələcəkdə deyib ola bilərmi? Baxın, bu sual ehtimaldır sadəcə. Çığıraraq cavab verməsinin bir səbəbi var təbii ki. Həmin anda ya uşağın emosiyalarını düzgün anlamırsınız, yəni anlaşılmır. Özünü anlatmaq üçün daha çox qışqırırlar uşaqlar, ifadə edə bilmir deyə, həmin anda emosiyasını ötürə bilmir deyə, yolunu bilmir deyə qışqırır. Amma bu uşağın gələcəkdə diqqət əksikliyi və hiperaktivlik pozuntusu olması ehtimalını, əgər çox aktiv uşaq deyilsə, biz bu ehtimalı verə bilmərik öncədən. Təbii ki, heç bir diaqnoz da verə bilmərik. Yeganə autizm spektrdir ki, yəni onda əlamətlər qabarıq özünü göstərir. Təkcə mütəxəssis dərslərlə kifayətlənmək olmaz, valideynlər məşğul olmalıdır. Mütləq uşaq bir saatlı təlimə gedir, gəlir, evdə məşğul olmursa effekt almaq olmur. Əlbəttə ki, biz az öncə multidisiplinar sistemdən danışdıq. Multidisiplinar sistemdə təbii ki, çox şaxəlidir. Valideyn, müəllim, mütəxəssis və təbii ki, dost çevrəsi hər biri bunun içərisində daxildir.
Deməli, hər vaxtınız xeyir olsun. Mənim bir şagirdim var, hazırlıq keçirəm, 2-ci sinifdə oxuyur, amma heç hərf rəqəm tanımır. 2-ci sinifdə oxuyur və hərf rəqəm tanımır. Nitqində qüsurlar var, bu hərfini tələffüz edə bilmir. Baxın, disvaliyası olan uşaqlarda fonomatik qavramada problemlər olur. Onlar, məsələn, hərflərin qarışdırılmasıdır, analiz eləməkdə çətinlik çəkirlər, imla yazında çoxlu səhvlər edirlər. Amma sırf heç hərf tanımaması, rəqəm tanımaması bu dəlalət edir ki, inkişaf gecikməsinə və ya pedaqoji baxımsız da deyə bilərik, əgər ümumiyyətlə heç məşğul olunmursa. Yox, əgər uşaq evdə valideynlə məşğul olursa, amma öyrənə bilmirsə, artıq buna bir mütəxəssis baxışı vacibdir. Yəni, L hərfini tələffüz edə bilməməsi isə bu dislaliyadır, bu nitq qüsurudur. Həmçinin də dislaliya olduqda, təbii ki, uşaqda müəyyən analiz sintezdə, yazmada, oxumada, rəqəmlərdə çətinlik yaranır. Xana xanım, biz də təşəkkür edirik bizimlə olduğunuz üçün. Aha, başqa sual varsa. İlham xan, burada açar söz istəyən şəxslər var. Aha. Bəli. Yazıb Salam, deyən xeyir olsun. tanımır, müəllimə heç nə öyrədə bilmir, uşaq unutqan olduğu üçün. Mütləqdir konsultasiya, valideynə bildirin, yəni əgər 2-ci sinifdədirsə və bu kimi problemləri varsa, çox da gec olmadan müraciət etsin, düzdür, gecikmiş bir halda 1-ci sinifdə artıq müraciət eləməli idi, əgər öyrənə bilmirsə heç cür. Və hal-hazırda yay tətili olduğu üçün daha səmərəli bir vaxtdır. Əgər siz də öyrədə bilmirsinizsə, çətinlik çəkirsinizsə, mütləq ki, bu uşaq bir konsultasiya olmalıdır. Çünki uşağı görmədən tam da mən sizə bir məlumat verməyim qeyri-peşəkarlıq olar. Konsultasiyaya mütləq. Salam. Salam. Olar bir sual verim. Əlbəttə olar, buyurun. Deməli, bir şagirdim var, yeni hazırlığa başlamışam. Xanımın dediyi kimi L, R hərfləri bunda tələffüz eləyə bilmir. Aha. Danışıq gecikməsi var idi, loqoped məşğul olub. Hal-hazırda o 2-ci sinifdədir. Hərfləri tam bilmir. Hecə ilə ümumiyyətlə oxuya bilmir. Hazırlıqda keçirib bu uşağa. Bir ay olmaz ki, mən hazırlıq keçirəm artıq, amma müəyyən irəliləmə qət eləmişik. Məsələ, hecanı oxuyurdu, məsələ, atı deyir, amma bilmir ki, at demək lazımdır, ya sa demək lazımdır. İndi hal-hazırda onları bilir. Amma o L-rını tələffüz eləyə bilmir. Bəzən də donur, elə bir uşaq donur, qalır. 2-3 saniyəlik, 5 saniyəlik sual verirəm, cavab vermir, durur bir yerə baxır. Sonra biraz tərpədəndən sonra deyir. Yəni bir qüsur görmürəm, normal uşaqdır. Sadəcə bu hal mənə maraqlı gəlir ki, bu nədən? Müəllimə, saydıqlarınız hər biri problemdir. Düzdür, biz bunu qüsur təbii ki, adlandırmırıq. Ümumiyyətlə, heç bir prosesdə, heç bir periodda qüsur adlandırmırıq, amma problemdir. Yəni, bu uşaq kökdə yatan səbəblər həll olmadan davam edə bilməyəcək. Böyük ehtimal ki, keçmişi psixi-nitq inkişaf ləngiməsi olub. Bəli, olur. Psixi-nitq inkişaf ləngiməsin əlamətləridir və bu, sırf kognitiv sahə yaxşı işlənmədiyi üçün, psixoloji boşluqlar qaldığı üçün hal-hazırda uşaq pedaqoji sferada da çətinlik çəkir. Onun fonomatik qavraması, bilirik ki, fonomatik qavrama çox önəmlidir. Uşağın səsləri qoysanız, böyük ehtimal ki, arxasında qalsanız və hərif tələffüz eləsəniz və ya söz desəniz, ona edə bilməyəcək. Görsəl olaraq baxır, eləyir. Amma eşitsəl, yəni eşitsəl qavraması da zəif olur. Sizin dediyiniz komandanı o dərk eləyənə qədər, analiz eləyənə qədər çətinlik çəkir. Ona görə proses orada uzanır. Mütləqdir təlim görməsi, çünki yuxarı siniflərdə çox çətin olacaq. Siz öyrədəcəksiniz, burada uşaqda bir yox, bir neçə problem olduğu üçün bir müddət sonra unudulacaq öyrəndiklərdə. Çünki təməlli deyil. Anlama və qavrama düzgün işlənilməlidir. Çox sağ olun. Siz sağ olun. Güllü müəllimə də yazıb ki, bəli, çox çəkir. Çox xeyir olsun. Bu dəqiqə təlim üçün təşəkkür edirəm hər birinizə. Deməli, bir şagirdim var. Yəni, mənim hazırlıq müəlliməsiyəm. Amma orta məktəbi başqa müəllim yanında qəsdə olur.
uşaq gəlir, öz adı Elcündür, oğlan uşağıdır. Elcün demir, Elcündür. Mən fikir verdim ki, bu uşaq adını deyəndə L hərfini demir. Onda mən araşdırdım ki, bu uşaqda L hərfi problemi var. Bir də uşaq necədir? Deyirəm ki, 7 yaz, barmağı ilə 7-yə qədər sayır, sonra 7-ni yazır. Bugün tutaq ki, ona qədər saymağı öyrədirəm. Bir də bizim dərsimiz 2 gündən sonra olur. 2 gündən sonra gəlir, 7-yə qədər saya bilmir. Uşaq artıq donur qalır, təkələməsi var. Sonra belə insafı sanki insafdan qalır. Amma boy, buxon, yəni belə deyək, fiziki olaraq yox, normal uşaqdır. Baxın Güllü xanım, burada proses gördüyünüz kimidir. Problem var. Və kökdə yatan problemlər həll olmadığı üçün emosional sfera ilə, yəni IQ ilə EQ, yəni intellektlə emosional sfera üst-üstə düşmədiyi üçün bu uşaqda nə yaranır? Təzad yaranır. Təzad yarandığı üçün də uşağın öyrənmə prosesindən tutulur, sosiallaşmasında hər bir şeyində problem yaranır. Yəni bizim bu psixikamız mürəkkəbdir. Bunun bir hissəsində, bir psixi prosesdə, bir idrak fəaliyyətində problem olanda burada köklü bir problemlər ortaya çıxır. Və uşağın, valideynlərin ən böyük, belə deyək də, uşaqlarda elədikləri yanlışlıq odur ki, təlim aparırlar bir müddət, bir ay apardı, düşünür ki, bir ay içində bütün problemləri həll oldu. Amma bu mürəkkəb psixikanı biz bir aya, sehirli çubuğumuz yoxdur, onu düzəldək, hərfləri də öyrədək, rəngləri də öyrədək. Çünki bu period mərhələlidir. Məsələn, bizə hər hansı bir rəngi otuzdurub da valideynlərimiz davamlı öyrətməyir. Çünki bizim beynimiz, bizim neyronlarımız, bizim beyin loblarımız, bizim frontal lobumuz hər biri açıq olub deyə öyrənib. Amma bu uşaqlarda fərqli strukturda işləyir. Yəni valideynlər düşünür ki, mən təlimə qoydum, tez bir zamanda düzəlməlidir. Hətta konsultasiyama gələn ailələrin 80%-i məndən qaranti istəyir. Ki, müəllimə, siz mənə qaranti verin ki, siz bu uşağı tam normal uşaq eləyəcəksiniz. Mən də təbii ki, hər zaman vurğulayıram ki, yəni bizim sabahımızın qarantisi yoxdur. Yəni mən sizə sadəcə keyfiyyətli təlim deyə bilərəm ki, mən sizin uşağınızın üçün əlimdən gələni eləyəcəm öyrənməsinə. Amma onun tam düzəlməsi, əlifbanı əzbərləməsi, öyrənmə periodu artıq uşağın beyni ilə bağlı olan bir prosesdir. Və əgər uşaq öyrənə bilmirsə, biz nəzər yetirməliyik. Bu uşaq öyrənə bilmir. Bu uşaq tərbiyəsiz deyil, bu uşaq diqqətsiz deyil, bu uşaq dəcəl deyil. Biz bu artıq sloqanları bu uşaqların üstünə yapışdırmaqdan əl çəksək, biz artıq problemi görərik. Məsələn, çox zaman valideyn deyir ki, tərbiyəsizdir də, bütün günü deyirəm ki, oxu, oxumur ki, heç marağı da yoxdur. Amma bir nəfər araşdırmış ki, bu uşağın niyə marağı yoxdur? Yəni, bu uşaq niyə öyrənə bilmir? Yəni, bunu araşdıran, sorğulayan çox az valideyn var. Düzdür, biz qınamırıq təbii ki, çünki məlumatlıq azdır. Amma bizlər bugün təlimdə olanlar inanıram ki, məlumatlığı özləri daha çox artıracaqlar. Və biz məlumatlığı artırdıqca valideynləri inkişaf elətdirəcəyik. Yəni, bizim burada olduğumuz bu şəbəkə, mənim sizə ötürdüyüm məlumatları siz də kimlərəsə ötürəcəksiniz. Mənə ən çox sevindirən budur. Yəni, mənim təlimləri verməkdə məqsədim budur ki, mən sizə ötürürəm, siz kiməsə ötürəcəksiniz. Hər hansı bir valideyni ötürəcəksiniz, bir uşağın həyatı qurtulacaq. Yəni, əsas məqsədimiz düzgün şəkildə həyata keçirməkdir və çətinliklərə rəğmən olmaz deməyin, yəni olmayacaq, yəni qutardı da, yəni bitdi. Hətta mənim serebral iflic olan, diaqnozu serebral iflic olan, aşağı ətrafları ümumiyyətlə işləməyən, yuxarı ətraflarda müəyyən qədər işləyirdi mənə gələndə. Bir bunu qısa danışım, bitirirəm. Mənə gələndə ana qarşımda çox ümidsizcə oturmuşdu və mənə dedi ki, həkim mənə dedi ki, bu uşaqdan sizə uşaq olmayacaq. Gedin qoyun uşaq evinə, nə vaxt ölər, ölər. Amma mən o ana ilə bir yola çıxdım və mən qadına dedim. Dedim ki, biz bu yoldan geri dönməyəcəyik. Hər nə olursa olsun, biz onun diaqnozuna fokuslanmırıq. Biz hər yolu tapmağa fokuslanmalıyıq. Ən əsası, hər yolu. Biz hər yolu deməsək valideynə, ancaq problemi desək, onda nəsə yol
görünməyəcək. Valideyn ancaq problemi eşidəcək, şuur altına ancaq problem ötürüləcək və oradan qaçacaq. Və biz həmin ana ilə bir yola başladıq, dəyərli müəllimlər. Mən dünən valideynin mənə Türkiyədən uşağının ayaq üstə qaldığı videosunu göndərib və mənə deyir ki, Humay xanım, sizin Ayxanın həyatında böyük mənə motivasiyanız var ki, mən bugünkü gündə Ayxan üçün Türkiyəyə getmişəm. Halbuki, yəni maddi tərəfdən də o, belə deyək, şeydə deyildilər. Hal-hazırda Ayxan əlifbanı bilir, söz oxuyur. Bizə gələndə 0 nitqi var idi və mümkünsüz idi. İnanın ki, mümkünsüz idi nitqini açmaq, ağız suyunu yığmaq, əlifboy öyrətmək, rəng öyrətmək. Yəni, hamı deyirdi ki, mümkün olmayacaq. Mən də deyirdim ki, olacaq. Hər gün loqopedə salırdıq və mümkünsüz heç nə yoxdur. Yetər ki, inanaq, mütəxəssis olaraq inanaq. İnanmağı da valideyni ötürək. O valideyn inamsız olanda, o valideyn motivasiyasız olanda nə uşağını sizin dərs keçdiyiniz otağa gətirəcək, nə də sizi müəllim kimi seçəcək. Yəni, mütləqdir ki, biz içimizdəki olan o işığı, gözümüzdəki olan o işığı valideynə ötürək. Onun bir motivasiyası olsun, durub sizin yanınıza uşağı gətirəndə, sizə hər hansı bir məlumatı ötürəndə həyəcanlanmaq lazımdır. Mən hər zaman tələbələrimə bildirirəm, hər bir şagird sizin həyatınızda böyük bir qüvvədir. Çünki siz bir şəxsiyyətlə çalışırsınız və ondan çox şey öyrənəcəksiniz bu periyodda. Eynilə də valideynlərlə işləyəndə də bizim diqqət etməli nüanslarımızdır və bu mümkünsüz, belə deyək, həyat hekayəsində Ayxan qalib gəldi. Bu gün əlifba da bilir, xüsusi məktəbdən çıxarılmışdı ki, təhsilə yararsızdı, xüsusi məktəbə qaytarıldı. İndi inklüziv siniflərdə tədris üçün o, belə deyək, çıxmaq, otaqlara getmək biraz çətindir deyə xüsusi məktəbdə vardı. Düzdür, yenə də ana çətinlik çəkir, amma var. Ona görə inklüziv deyilir, xüsusi məktəbdə təhsil alır, amma yenə də təhsil alır ən əsası. Mən hər zaman deyirəm, inklüziv cəmiyyət olduğu təqdirdə bütün uşaqların həyatı qurtulacaq. Təbii ki, biz də onlara dəstək olmalıyıq. Təşəkkür edirəm dinlədiyiniz üçün. Ümid edirəm ki, razı qaldınız. Mən çoxlu konsultasiyalar etmişəm bugün. Çox yoğun bir günüm olub, amma ümid edirəm ki, məlumatlarımı sizə çatdıra bildim. Bəli, Humay xanım, təşəkkür edirik. Mən də aşağıya əlavə nömrəmi qeyd etdim. Kimin əlavə sual olarsa və növbəti təlimlərdə iştirak etmək istəyərsə, mənə yaza bilər. Təşəkkür edirəm həm sizə, həm də üzvlərə. Kimlər təlimin sonunda qatıldısa, təlimin video qeydini YouTube-dan izləyə bilər. Yenə mənim nömrəmə yazarsınız, mən sizə video qeydi göndərərəm. Humay xanım, əzizim, təşəkkür edirəm, minnətdaram. Sizdən ilə qalsın. Biz təşəkkür edirik. Siz də təşkilat işləri ideal həyata keçirdiyiniz üçün burada olan bütün müəllimlərə təşəkkür edirəm. Hər hansı bir sualınız olduqda və ya nədəsə çətinlik çəkdiyinizdə düşünmədən müraciət edə bilərsiniz. İlhamə xanımdan, yəni mənə ulaşa bilərsiniz, əlaqə yarada bilərsiniz. Açar sözünüz isə məncə ümid olsun. Nə deyirsiniz? Bəli, təşəkkür edirəm. Onu da bildirdiyinizə görə unutmuşdum. Onu bildirirdim. Bəli, ümid olsun. Yaza bilərsiniz. 23-23-ə qədər, yəni 11-ə qədər mənə yazıb qeyd etmək bilərsiniz. Sağ olun, Humay xanım haqqında da məlumatları sizinlə bölüşəcəm. Bəli, əlaqə saxlaya bilərsiniz Güllü xanım. Bildirin, İlhamə xanımla mənimlə kontakta keçə bilərsiniz. Mən də təşəkkür edirəm. Gecəniz xeyrə qalsın.